Yeməkdən sonra bel tərəfə vuran ağrı nəyin əlaməti ola bilər? Əziz dostlar, videomuzu bəyənərək izləməyi sizdən xahiş edirəm. Yeməkdən sonra qarnının yuxarı hissəsində ağrı başlayır və bel tərəfə vurursa, mədə-altı vəzi yoxlanılmalıdır. Çünki mədə-altı vəz mədənin arxasında yerləşir. Ona görə də bu orqanda problemi olanda ağrı bəzən qarından bel tərəfə yayıla bilir. Mədə-altı vəzin əsas işi həzm fermentləri hazırlamaqdır. Bu fermentlər yağları, zülalları və karbohidratları parçalanmağa kömək eləyir. Əgər bu fermentlər kifayət qədər işləmirsə, yemək tam həzm olunmur, xüsusilə yağlı qidalardan sonra qarında ağrılıq, köp, gəyirmə, ürəkbulanma və bel tərəfə vuran narahatlıq yarana bilər. Amma hər bel ağrısı mədə-altı vəz demək deyil, bel ağrısı onurğa, əzələ, böyrək, öd kisəsi və mədə problemlərindən də yarana bilər. Əgər problem həzm fermentlərinin çatışmazlığı ilə, yəni mədə-altı vəzlə bağlıdırsa, bu zaman bədənə həmin fermentləri vermək lazımdır. Yəni əlavə dəstək kimi Mikrazim 25000 həzm fermentli tərkibli dərman vasitəsidir. Tərkibində lipaza, amilaza və proteza fermentləri var. Lipaza yağların, amiliza karbohidratların, proteza isə zülalların həzminə kömək eləyir. Tərkibində lap kiçik xırda kapsullar var. Yeməklə qarışaraq həzm prosesinə dəstək olur. Kapsul yemək zamanı və ya yeməkdən dərhal sonra qəbul edilir, çeynənilmir, əzilmir, kifayət qədər maye ilə udulur. Həkim məsləhəti ilə əksər apteklərdən əldə edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.